Hayatınız xeyir değerli tamaşaçılar. Reaksi TV'nin efirində siyasi reaksiya verilişinin canlı yayın buraxılışını izləyirsiniz. Yayımıza başlayırıq. Hər birinizdən verilişimizi bəyənərək paylaşmanızı xahiş edəcəm. 1156-cı gündür ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Ukrayna Silahlı Qüvvələri ehtiyatlarını Kursk vilayətindəki Qornola köçürməyə çalışır. Kənddə şiddətli döyüşlər gedir. Rusiya Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, şimal döyüşçüləri Kursk vilayətində Ukrayna ordusunun nəzarətindəki sonuncu yaşayış məntəqəsi Qornol kəndinin azad edilməsi üzrə əməliyyatın aktiv mərhələsini həyata keçirir. Şiddətli döyüşlər gedir. Ukrayna ordusu ehtiyatları ora köçürməyə çalışır deyə yayılmış məlumatda qeyd olunub. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Afrikaya səfərə gedirmiş və Kiyevə PUA hücumları olub, raket hücumları olub, səfəri yarımçıq qoyub, geri qayıdıb. Danışıqlar hansı mərhələdədir? Trump açıqlama verərək qeyd edib ki, Zelenski ilə mən danışıqların bu qədər çətin olacağını ehtimal etmirdim. Rusiya ilə hər şey razılaşdırılıb, qalır Zelenskini razılığa gətirmək. İrəliyən dəqiqələrdə Rusiya-Ukrayna cəbhəsindəki son durum və digər istiqamətlərdə də müzakirələrimiz olacaq. Studiyamızın qonağı Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli ilə. Bakir bəy, salamlayıram sizi. Salam, xoş gördük. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Başlayırıq bu cəbhədə baş verən son vəziyyət. Qeyd etdiyim kimi döyüşlər davam edir və Trumpın da açıqlamaları oldu ötən günlərdə ki, vasitəçi rolundan geri çəkilə bilərik. Əgər bizim deməli çağırışlarımız müsbət qarşılanmasa, indi də qeyd edir ki, Zelenskini yola gətirmək çətindir. Təşəkkür edirəm. Əvvəla qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi 2-ci Dünya müharibəsindən sonra çoxlu münaqişələrin baş verməsinə rəğmən yeganə hərbi münaqişədir ki, dünyada təchizat zəncirinin qırılmasına səbəb oldu. Yəni, bu əslində həmin müharibənin miqyasını və həmin müharibənin təsir imkanlarını göstərən amillərdən bəlkə də birincisidir. Və bu müharibə artıq uzun müddətdir ki, davam edir. Artıq illərdir ki, bu müharibənin davam etməsi nəinki hər iki tərəfə, o cümlədən də dünyaya təsirsiz ötüşmür. Fikir verirsinizsə, dünyada son dönəmlərdə həm iqtisadi, həm siyasi, həm hərbi anlamda baş verən bütün hadisələrə Rusiya-Ukrayna müharibəsi təsirsiz qalmır. Yəni, bu müharibənin təsiri özünü göstərir. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın istər dünyaya, istər Avropaya, o Avropa ki, Amerika Birləşmiş Ştatlarının əbədi və əzəli müttəfiqi hesab olunurdu. Yönəliş siyasətində qəbul etdiyi qərarlarda da əsas amillərdən biri kimi məhz bu müharibənin fəsadlarının məntiqi nəticəsi göstərilir. O baxımdan Rusiya-Ukrayna müharibəsinin bir an öncə başa çatması yalnız hər iki dövlət və region üçün deyil, dünya üçün nisbətən sakit bir dönəmin başlanmasına rəvac verə bilər. Amma çox təəssüf ki, bu müharibəni dayandırmaq üçün fikirlər haçalanıbdır. Nəinki deməli, hər iki münaqişə tərəfi arasındakı fikirlərin haçalanması prosesini biz izləyirik. O cümlədən hətta hal-hazırda vahid qərb, vahid Avropa anlayışı belə artıq yoxdur. Bilirsiniz ki, qərb ölkələri arasında bu müharibənin davam etməsi və yaxud dayanması ilə bağlı müxtəlif haçalanmış fikirlər var. Avropa Birliyi daxilində də eyni proses, eyni prosedur baş verir. Hətta Avropa İttifaqı ölkələri bu məsələlərdə biraz Putinçi mövqeyi ilə fərqlənən Macaristan baş nazirinin bağlı, o daha doğrusu onun mövqeyi ilə bağlı bu ölkənin beynəlxalq qurumda səs vermə hüququnun məhdudlaşdırılması ilə bağlı müəyyən prosedurların keçirilməsini təklif edirdilər. Hətta bir müddət öncə demək Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Joe Biden administrasiyası isə belə bir deməli təkliflə çıxış etmişdi ki, Macaristanın iqtisadi siyasətinin
dağıdılması bu çox dəhşətli bir fikirdir, dəhşətli bir təklifdir. Amma buna baxmayaraq demək ki, bu fikir səslənmiş ki, dağıdılması ilə bağlı bir demək ki, proje işlənib hazırlanmalıdır. Göründüyü kimi dünyada bu istiqamətdə fərqli fikirlər hökm sürür və bu fərqli fikirlərin hökm sürməsi də prosesin sabitləşdirilməsi, prosesin dondurulmuş münaqişə deməli fazasına keçirilməsini imkansız edir. Əgər bu proses ilk deməli İstanbul görüşündə, yəni müharibənin başladığı ilk aylarda İstanbulda təşkil olunmuş İstanbul masasında münaqişə dayansaydı, mən inanıram ki, dünya bu qədər iqtisadi, siyasi, hərbi anlamda əziyyət çəkməzdi, bu qədər fikir ayrılıqları olmazdı. Daha az ərazi itkisi. Və eyni zamanda çox doğru qeyd etdiniz ki, ərazi itkiləri məsələsi gündəmə gəlməzdi və ərazi itkilərinin gündəmə gəlməsi ilə paralel həmin ərazilərin Rusiyanın hüquqi subyekti kimi tanınması deməli təklifi ortaya çıxmazdı. Məsələn, siz də qeyd etdiniz ki, ABŞ prezidenti bildirir ki, Rusiya prezidenti bu məsələdə razılığa gəlib, danışıqlar üçün, dondurulmuş münaqişə mərhələsinə keçid üçün, lakin Zelenskinin yola gətirilməsi kifayət qədər çətindir. Əvvəla, hər bir ölkə başçısı özünün daxili auditoriyası üçün, həm də özünün daxili auditoriyası üçün siyasət müəyyən edərkən, fikir yürüdərkən, hər hansı bir qərarı imzalayarkən, hər hansı bir addım atarkən belə öncə öz daxili auditoriyasını düşünür. Çünki onu o görəvə seçilməsində daxili auditoriyanın əsas rolu olubdur. Digər tərəfdən isə siyasətin irəli sürülməsi, yürüdülməsi, müəyyən edilməsi prosesində dünyanın nəzər nöqtəsi diqqətə alınmalıdır, paralel olaraq. Amma dediyim kimi, öncəliklə daxili auditoriyadan öz xalqına bu məsələlərdə deməli güvənməlidir, öz xalqına mənafeyinə uyğun addım atmalıdır. Çünki mandat məhz xalq tərəfindən verilir o məsələlərdə. Deməli, Zelenskinin Amerika Birləşmiş Ştatlarının prezidentinin dediyi kimi prosesə razılıq verməməsi normal bir haldır. Çünki Rusiyanın irəli sürdüyü şərtlər var ki, bu Ukrayna üçün keçərli deyil. Nədən keçərli deyil? Əvvəla, ötən müddət ərzində demək olar ki, Ukraynanın əksər bölgələrində infrastruktur, şəhərlər darmadağın olunub. Bunun deməli bərpası üçün 10 illərlə zaman lazımdır, milyard dollarlarla, bəlkə də 100 milyard dollarlarla vəsaitlər lazımdır və bundan başqa heç bir maliyyə ilə ölçüyə gəlmədən çoxlu sayda insan ölümünə yol açmış, səbəb olmuş bir prosesdir, bir münaqişədir. Bu baxımdan Zelenskinin hərəkətləri başa düşüləndir. Mən bunu bir dəfə də sizinlə müzakirədə, sizin studiyada bildirmişəm ki, Zelenski məsələyə ağlı, məntiqi və dövləti mənafiindən yanaşsa idi, bu proses, bu münaqişə bu qədər, bu vaxta qədər uzanmaz və bu qədər qanla, itkilərlə, dağıntıyla müşahidə olunmaz. Amma Zelenski nə etdi? Zelenskinin təsir altına düşməsi, Zelenskinin bəzi Avropa liderlərinin təsiri və təzyiqi nəticəsində İstanbul masasından yarımçıq qalxması, halbuki o masa atəşkəsin bir addımlığında idi. Münaqişənin dayandırılması üçün, ən azından müəyyən bir zaman kəsimi üçün dayandırılması üçün bir addımlığında idi. Və Zelenskinin o təhdidlər, təzyiqlər və yaxud təkliflər müqabilində masadan ayrılması məsələsi əslində prosesin bu qədər uzanması və daha ciddi itkilərlə müşayiət olunmasına səbəb oldu. Bu nə ilə əlaqədar idi? Məsələn, mənim yadıma düşür, Fransanın prezidenti bildirdi ki, deməli, bugün Ukraynanın mücadiləsi Avropanın gələcəkdə təhlükəsizliyinə xidmət edir. Almaniyanın keçmiş Xarici İşlər Naziri bildirdi ki, biz əgər deməli, Almaniyanın müdafiə strategiyasını müəyyənləşdirsəydik, bu deməli, münaqişə kontekstində və yaxud bu münaqişə ilə bağlı məsələlərdə Almaniya münaqişəyə cəlb olunsaydı, biz dövlət büdcəsinin təxminən 20%-ni bu istiqamətdə ayırardıq.
Amma biz Ukraynaya bu məsələlərdə yardımda 0,3% deməli öz dövlət büdcəmizdən vəsait ayırırıq bu məsələlərdə. Eyni məsələləri İtaliyanın baş naziri də bildirmişdi. Eyni məsələləri Amerika Birləşmiş Ştatlarının deməli Müdafiə Nazirliyinin yüksək çinli deməli əməkdaşları da bildirmişdilər və bu əslində onun görünən məsələ, görünən tərəf ondan ibarət idi ki, bu münaqişə əslində Avropanın qərbin təhlükəsizliyi ilə bağlı məsələlərdə Ukraynanı deməli belə deyək də bir təcrübə obyekti kimi seçilmiş bir coğrafiyadır, bir məkandır. Zelenskinin bu məsələni anlamaması və yaxud anlasa belə bu prosesin Avropa və yaxud Qərbin xeyrinə davam etməsinə imkan və şərait yaratması bugün bu prosesin gəlib indiki mərhələ çatmasına səbəb oldu və indi Zelenskinin əslində bu razılaşmaması onun igidliyinin, onun mərdliyinin əlaməti deyil. Bunu doğru və dəqiq təsbit etmək lazımdır. İgidlik və mərdlik qeyri-bərabər döyüşə girişmək demək deyil. Döyüş həm də ağıl tələb edir. Döyüş həm də məntiq tələb edir. Döyüş həm də reallıq tələb edir. Mən düşünürəm ki, bu çıxılmazlıq sindromunun yaratdığı bir formatdır, bir formadır, bir qənaətdir, daha doğru istifadə, deməli terminal istifadə etsək bu məsələlərdə və o bilir ki, əgər deməli bu müharibəni Rusiyaya məğlub olma şərtləri altında dayandırılsa, Rusiyanın iştahı daha da qabaracaq. Bilirsiniz ki, ötən gün Peskovun deməli Qərb mətbuatına verdiyi müsahibəsində bir nüans diqqətimi çəkdi. Sizin efirə gəlməmişdən qabaq da mən o deməli müsahibəni təkrar nəzərdən keçirtdim. 4 bölgə ki var hal-hazırda, deməli o bölgənin Rusiya tərəfindən işğalı məsələsi artıq belə deyək də müəyyən faiz göstəricidən reallaşıb. Peskov bildirir ki, Rusiyanın subyekti olan həmin bölgələrdən, halbuki dünya Birləşmiş Millətlər Təşkilatı həmin deməli əraziləri bəli Ukraynanın ərazisi kimi tanıyır. Həmin bölgələrdən, həmin subyektlərdən Ukrayna qoşunlarının çıxmasından sonra, oranı tərk etməsindən sonra Rusiya danışıqlar masasına əyləşə bilər. Deməli bu nə deməkdir? Bu işğalçının demək iştahının qabarması məsələsidir. Bu məsələdə hətta Krımın bilirsiniz ki, adı çəkilmir bu məsələlərdə. Çünki Krım demək Rusiya tərəfi Krımı özünün belə deyək də qanuni haqqı və ərazisi hesab edir. Mən düşünürəm ki, Qərbin bu addımı 2-ci Dünya müharibəsi ərəfəsində Almaniya, Çexoslovakiyanın bir hissəsini peşkəş çəkmiş Qərbin növbəti ikinci ən böyük bağışlanma səhvidir. Nəzərə alın ki, deməli 80 ildən sonra eyni proses müxtəlif zaman kəsimi və yaxud müxtəlif coğrafiyada da olmasına rəğmən eyni proses 80 ildən sonra yenə davam edir. Mən düşünürəm ki, Qərb növbəti deməli səhvini atsa, yəni həmin ərazilərin Rusiya deməli torpağı kimi, Rusiya subyekti kimi tanınması təmin olunsa, bu növbəti işğalçı meyilli dövlətlər üçün də bir stimul olacaqdır. Ciddi münaqişə və müharibələrin demək qapısını açacaqdır və dünya bundan sonra artıq deməli güclülərin gücsüzlər üzərində hökmranlığının təmin olunması mərhələsinə qədəm qoyacaqdır və biz hər səhərimizi münaqişələrlə, yeni münaqişələr açacağıq. Bu isə dünyanı kifayət qədər ciddi təhlükə altına salan amildir, kifayət qədər ciddi təhlükədir. Hakimiyyətlər dəyişir, hökumətlər dəyişir, prezidentlər dəyişir, siyasətlər dəyişir. Lakin bu tip prosesin davam edəcəyi təqdirdə bu illərlə deyil, 10 illərlə biz 1 saatlıqda müharibə haqqında tarixdə oxumuşuq, 100 illik müharibələr haqqında da tarixdə oxumuşuq, düzdür. Bütün müharibələrin sonu sülh nəticələnib. Amma
kim qarantiya verə bilər ki, 20-ci əsrin müasir dönəmdə bu müharibəsi məhz o tarixdə olan 100 illik müharibələr qədər olmayacaqdır. Bəli, yayımızı davam etdiririk. Eyni zamanda Krımla bağlı da əsas məsələlər müzakirə olunur. Trumpın yenidən bir açıqlaması var. Jurnalistlər Krımla bağlı razılıq əldə edilib-edilməyəcəyi ilə bağlı soruşduqda bu məni maraqlandırmır. Yalnız müharibənin bitməsini istəyirəm deyib və Avropa Birliyi Krımı Rusiya ərazisi kimi tanımayacağı ilə bağlı açıqlama gəlib. Sakharovadan da bir açıqlama var ki, Ukrayna prezidenti Zelenskinin Krımın Rusiya ərazisi kimi tanımaması ilə bağlı bəyanatı Kiyevin danışıqlar apara bilmədiyini bir daha nümayiş etdirir deyə Zakharova öz açıqlamasında qeyd edib. Bəli, yayımızı davam etdiririk digər mövzularla. 4 gün sonra 28 aprel tarixində Pezeşkiyanın Azərbaycana səfəri gözlənilir. Böyük bir heyətlə Azərbaycana gələcək. Uzun müddət sonra, yəni ilk səfəri gözlənilir. Biz istəyirik ki, ilk səfəri, xarici səfər Azərbaycana olsun. Xamneyinin sizcə hazırki ərəfədə, yəni İran Birləşmiş Ştatlar danışığı nüvə ilə bağlı əldə edilməyən məsələlər var. İndi onu da soruşacağım. Razılığa gələ biləcəklər yoxsa yox? Növbəti danışıq Cenevrədə baş tutacaq. Sizcə bu səfəri necə qiymətləndirirsiniz? İndi öncədən təəssüratlarınız necədir? İran-Azərbaycan münasibətlərində nə kimi təsir edəcək? Məsələyə mən istərdim ki, iqtisadi və siyasi istiqamətlərdən münasibət bildirək. Məsələyə iqtisadi münasibətdən deməli münasibət bildirdikdə, iqtisadi sahədə münasibət bildirdikdə İranın Azərbaycanın beynəlxalq ticarətindəki rolu 1,35 təxminən faiz təşkil edir. Bu kifayət qədər azdır. Təxminən 2024-cü ilin deməli statistikasına görə İran Azərbaycanla 648 milyon dollarlıq deməli mal mübadiləsi, mal məhsul satışı, əmtəə satışı deməli həyata keçirmişdi. Bu kifayət qədər dediyim kimi azdır. Halbuki İran Azərbaycanla yol nəqliyyat infrastrukturu baxımından hər hansı bir problem yaşamır. Qonşu dövlətdir. Nəqliyyat xərcləri o qədər də deməli belə deyək də ciddi bir deməli rəqəmlə müşayiət olunmur bu məsələlərdə. Amma buna baxmayaraq İran-Azərbaycan iqtisadi münasibətləri dediyim kimi kifayət qədər azdır. Hətta mən deyərdim ki, 47 milyard dollarlıq Azərbaycan xarici ticarət dövriyyəsində deməli bu 1,35% bu simvolik bir rəqəmdir. Yəni mən düşünürəm ki, Pezeşkiyanın Azərbaycana səfəri deməli kontekstində yol nəqliyyat, kömrük, sərhədlər, biraz öncə qeyd etdiyim kimi iqtisadi deməli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə mövzusu ola bilər və bu istiqamətdə müəyyən addımların atılması da zəruridir. Çünki hər iki dövlət üçün zəruridir. Bilirsiniz ki, İran 79-cu ildən bu günə qədər ağır sanksiyalar altında yaşayır, fəaliyyət göstərir. Ölkədə kifayət qədər ciddi sosial-iqtisadi problemlər var. Deməli, İran tüməni demək olar ki, kifayət qədər ciddi şəkildə dəyərdən düşmüş bir valyutaya çevrilibdir. Hətta İranda baş verən son hadisələrin əsas və ana xəttinin sosial problemlərin kontekstində olması açıq gözlə görünür. Bu məsələdə deməli İran çox ciddi şəkildə çıxılmaz vəziyyətdədir. Bilirsiniz ki, İran həm də bir neft-qaz ölkəsidir. Özünün istehsal hasil etdiyi deməli o məhsulların satışı ilə bağlı ciddi bir problemləri var İranın bu məsələlərdə və İran paralel olaraq bugün istər Qərbin, istər Avropanın nişangahında olan bir deməli dövlətdir və İranın 10 illərdə davam edən xarici siyasəti İranın deməli bir labirintə düşməsinə səbəb olub. Çox təəssüf ki, İranın ideoloji mərkəzləri bu öz ölkələrinin bu labirintdən nəinki çıxmasını deməli tezləşdirən, ona yardım edən belə deyək bir planlar
deməli işləyib hazırlar. Əksinə o labirintin daha da çətinləşməsi, daha da dərinləşməsini göstərən, onu zəruri edən addımlar irəli sürürlər. Əsasən də qonşu dövlətlərlə bağlı məsələlərdir. İran demək İslam adına bəzən görürsünüz ki, bu məsələlərdə məni biraz belə deyək də anti-İran mövqeyində olan bir şəxs kimi tanımağa başlayırlar. Amma mən istəməzdim ki, bu cür deməli münasibət olsun və mən istəyərdim ki, məsələ tam dəqiqliyi ilə və reallığa əsaslanan bir deməli bizim müzakirələrimiz olsun. Mən bütün efirlərdə əslində bu məsələlər deyəm. İran İslam adına manipulyasiya edən bir dövlətdir. İranın İslam adına manipulyasiya etməsi onun bilirsiniz ki, deməli Azərbaycanlılara məxsus istər Qərb Azərbaycanda, istər Qarabağda olan 300-dən çox məscidin dağıdılması, o məscidlərin təhqir olunması kontekstində işğalçı Ermənistanla münasibətləri bilirsiniz ki, İranın demək olar ki, dünyada heç bir dövlətlə İranın bu münasibətləri yoxdur. Digər bir tərəfdən İran yürütdüyü siyasətin əsas ana xəttini İslam və Türk coğrafiyasının əksinə onlara az qala düşmən, az qala deyil, əslində həqiqət görünən tərəf bu düşmən deməli münasibət formasında bu siyasəti müəyyəndir və yürüdür. Halbuki Azərbaycan və onun öz prezidentinin timsalında Azərbaycan dövlət olaraq qonşularla dinc, səmimi və ən başlıcası isə bərabər hüquqlu deməli münasibətlərin tərəfdarıdır. Eyni zamanda da İranla bu məsələlərdir. Məsələn, Pezeşkiyanın hakimiyyətə gəlişi Azərbaycanda bəzi siyasi təhlilçilərin, eyni zamanda siyasətçilərin deməli fikirlərində bir deməli nüans yaratdı ki, artıq türklər hakimiyyətə gəliblər. Bir türk prezidentin hakimiyyətə gəlməsi İran-Azərbaycan münasibətlərinin dəyişməsinə fikir verirsə belə bir şeylə baş vermədi. Türklər deməli İranda əksər çoxluqdur. Ölkənin yarısından çoxu türkdür. Amma nə baş verdi? Bugün mən həmişə demişəm bu fikri və bugün də səsləndirməyə özümə borc bilirəm ki, İranda ən böyük türk İranın dini lideri Xamneydir. Mən mərhum prezident Heydər Əliyevlə Xamneyinin deməli dialoqunu əslində xatırlatmaq istəyirəm o məsələlərdə. Amma nə baş verir? Həmin o dini lider Ermənistanın sərhədini İranın qırmızı xətti elan edir. İranda Qaşqay türklərinə qarşı münasibət, digər deməli az saylı xalqlara qarşı münasibət, İranın 15 Konstitusiyasının 15-ci maddəsinin belə deyək də tamamilə işləməməsi və sair və axır məsələlər əslində İranın demək digər Fars, daha doğrusu belə deyək də siyasi hakimiyyətinin digər xalqlara bir münasibətini göstərir. Amma bütün bunlara rəğmən sözsüz ki, mən düşünürəm ki, qonşu dövlətin prezidenti layiqincə qarşılanmalıdır. Biraz öncə qeyd etdiyim o məsələlər var ki, bunlar 100% müzakirə olunacaq. Amma bu İranın siyasətində Arzu bəy heç nəyə dəyişməyəcək. Bilərsiniz. Deməli, İran Konstitusiyasının 57-ci maddəsində bildirilir ki, İranın daxili və xarici siyasətinə ali dinli lider deməli müəyyən edir. 110-cu maddəsində Konstitusiyanın 110-cu maddəsində bildirilir ki, İranın ali dini lideri ölkənin xarici və daxili üzr istəyirəm, deməli ölkənin icra, qanunverici məhkəmə hakimiyyətini formalaşdırır və onların daxili və xarici siyasətin nəzarət funksiyasını həyata keçirir. İran Konstitusiyasının 113-cü maddəsində bildirilir ki, İranın ali dini lideri ölkənin birinci şəxsidir. Prezident nəyə lazımdır? Deməli, bütün bunlar açıq şəkildə göstərir ki, Ermənistanın sərhəddini özünün qırmızı xətti elan edən ali dini liderin iradəsinin ötəsində bir iradə olmadığı üçün Pezeşkiyan
Səhər yeməyi üçün də Azərbaycana gələ bilər, nahar yeməyi üçün də, şam yeməyi üçün də Azərbaycana gələ bilər, istirahət üçün də Azərbaycana gələ bilər. Biz qonşularla səmimi münasibətlərdəyik. Amma Pezeşkiyan Xamneyinin müəyyən etdiyi siyasəti o mühafizəkar ideoloji mərkəzin iştirakı ilə ki, onların başında duran dini liderdir. Müəyyən etdiyi siyasəti heç bir zaman dəyişəməyəcək. Mümkün deyil bu məsələləri dəyişmək üçün. Əvvəla nəyə görə? Yəqin zamanımız var bu məsələyə biraz geniş münasibət deməli sərgiləmək istəyirəm. İran Qərbin yaratdığı, Qərbin projesi əsasında yaranmış İslam adına manipulyasiya edən bir qondarma dövlətdir. İran heç vaxt İsrailin və Amerika Birləşmiş Ştatlarının düşməni olmayıb. İran fikir verirsinizsə 79-cu ildən bu günə qədər hər cümə günü bu yəqin ki sabahda belə olacaq cümə xutbəsindən sonra İsrailə ölüm, Amerikaya ölüm şüarlarıyla küçələrə çıxırlar. Bütün yaş təbəqələrindən və bütün cinslərdən olan insanlar küçələrə çıxırlar və bu şüarları səsləndirirlər. Amma nə baş verir? Nə Amerikaya ölümlə bağlı, onun məhv olunması ilə bağlı hər hansı bir addım atılmır, nə İsrailin öldürülməsi, onun məhv olunması ilə bağlı bir addım atılmır. Nədən bir addım atılmır? Çünki bugün istər İranın mövcud olduğu regionda, yaxın şərqdə Amerika Birləşmiş Ştatlarının siyasətinin formalaşmasında İranın çox böyük və əvəz olunmaz rolu var. Lakin İran üçün qırmızı xətlər çəkilib. İran müstəqil dövlət deyil. İran Amerika Birləşmiş Ştatlarının iradəsindən üstün bir siyasət yürüdə bilməz. Bu mümkün deyil. İran Amerika Birləşmiş Ştatlarının biraz ola bilsin ki, qərbə səslənəcək bu fikirlər və ilk dəfə də bunu sizin efirdə deyirəm. İran Amerika Birləşmiş Ştatlarının proksi dövlətidir. Bu mümkün deyil ki, bu məsələlərdə İran fərqli bir siyasət ortaya qoysun. Fikir verirsinizsə, deməli Suriyada 61 illik bəs 50 illik deməli Əsad rejimi dağıldı. Nə baş verdi? Ölkədə İnsanlar o avtoritar rejimdən, o diktaturadan, o dəhşətli diktaturadan insanlar xilas oldu və bir sabitliyin bünövrəsi qoyuldu. Bu bünövrə kontekstində Xamneyi nə bəyanat verdi? Mən bütün Suriya gənclərini üsyana səsləyirəm. Bəli. Nədən üsyana səsləyirsən? Çünki ölkədə hər hansı bir qarşılıq olan kimi dərhal ora Amerika Birləşmiş Ştatları, İsrailin müdaxiləsi olacaq. Nə baş verdi? Amerika Birləşmiş Ştatlarının bu bəyanatdan qabaq, bu çağırışdan, bu fətvadan qabaq Amerika Birləşmiş Ştatlarının Suriyada 800 hərbçisi var idi. Amma nə etdi? Amerika Birləşmiş Ştatları bir gündə 10 saniyə 2000-ə çıxartdı. Çünki belə bir təhlükə var idi. Təhlükə nə idi? İsrailin deməli təhlükəsizliyinin qorunması kontekstində bu addımlar atıldı. Demək ki, hərbi gəmilər, təyyarə dəşkən hərbi gəmilər regiona gətirildi, körfəzə və sair və axır məsələlərdə deməli bir ajitaj və məsələ nə baş verdi? Demək, prosesə müəyyən maneələr törənməyə başladı. İran deməli 10 illərdir ki, yaxın şərqdə Amerika Birləşmiş Ştatlarının göz yumduğu, hətta eləsi var ki, onların maliyyəsinin belə təmin olunduğu gizli şəkildə proksi qüvvələr yaratdı və o proksi qüvvələr vasitəsilə yaxın şərqdə, məsəl üçün, IŞİD-i kim yarattı? IŞİD-i yaratan Amerika Birləşmiş Ştatları oldu. IŞİD-in lideri Bağdadini həbs etdilər, Guantanamo'ya göndərdilər. 5 ildən sonra nə baş verdi? 5 ildən sonra deməli Əl-Bağdadini Guantanamo həbsxanasından buraxdılar. Guantanamo həbsxanasından buraxılandan bir il sonra IŞİD-i təsis etdi, IŞİD-i yarattı. Nə etdilər? Deməli Amerika Birləşmiş Ştatlarında nəzarət etdiyi internet üzərindən, YouTube üzərindən birbaşa nəzarət yox, əslində müəlliflik etdiyi nələr baş verdi? Canlı yayımlarda insanların Allah Əkbər qışqırıb başının kəsilməsi və sair və axır məsələlərdə nə oldu? Məlum oldu ki, həmin belə deyək də o terror qruplaşmalarının
Yaradıcısı kim idi? Yaradıcısı, daha doğrusu onlara belə deyək də, silah verən, pul verən kim idi? Məhz İran idi. Kimin vasitəsilə? Amerika Birləşmiş Ştatlarının vasitəsilə. Mən sizə bir sual vermək istəyirəm. Əslində sual vermək istəmirəm. Sualı belə deyək də, özüm üçün verim və demək və verilişimizi davam etdirək vaxtımız, imkanımız varsa. Qəzza deməli İsraildə bilirsiniz ki, bu İsrail-Fələstin müharibəsi deməli Həmas üzvlərinin İsraildə keçirilən bir festivala hücumundan sonra baş verdi. Bugünkü girovlarda məhz həmin festivalda deməli iştirak edən şəxslər idi. Mən sual verirəm. Həmin deməli əraziyə hücum etmək kimin nəyinə lazım idi? Lazım idim ki, festivala hücum et, insanları deməli qətlə yetir, onları girov götür və sair və axır nə et? Deməli yaxın şərqdə yeni bir münaqişə ocağı yarat. Bu məsələlər lazım idi mi? Lazım deyildi bu məsələlər. Amma nə baş verdi? O baş verdi ki, İranın dəstəklədiyi, maliyyə verdiyi, silah verdi. Hətta biləsiniz ki, İran həmin ərazidə 7 silah raket istehsal edən deməli zavod tikib. O proksi qüvvələri üçün onun bir neçəsi ilə Həmasın nəzarəti altındadır. Yeraltı deməli bunkerlərdədir bu məsələlər. Yəni biləsiniz ki, İran bu siyasəti aparan bir dövlətdir. İranın 44 günlük müharibədə Azərbaycan ordusunun qarşısını kəsib bir neçə günlük o deməli prosesi gecikdirməsini biz unutmamışıq. İranın istər ali dini rəhbəri, istər Sepahının, istər deməli İran deməli millət vəkillərinin, yüksək çinli deməli dövlət rəhbərlərinin Azərbaycan və onun dövlətinə qarşı fikirlərini biz unutmamışıq. İran məsələyə Azərbaycan, üzr istəyirəm, İranın Azərbaycana münasibəti İran kontekstindən, İran gözü ilə baxanda Azərbaycan İran üçün arzu olunmaz dövlətdir. Nədən arzu olunmaz dövlətdir? Çünki böyük çoxluq olan 40 milyonun orada bir türk yaşayır. Onların dili yox, onların ədəbiyyatı yox, onların məktəbi yox, onların belə deyək də, öz türklüyünü sübut edə biləcək özlərinin daxili mənəviyyatı, belə deyək də, evdəki danışıqlarına savay heç bir imkanları yoxdur. Hətta Qaşqay türklərinin özlərinin milli geyimləri vardı. Mən hələ Oğuz türklərini, Azərbaycan türklərini demirəm, Qaşqay türkləri milli geyimlər giyirdilər. Onların yaşadığı ərazi turizm bölgəsidir. O turizm bölgəsi olmasına rəğmən qonaqları qarşılayarkən, turistləri qarşılayarkən milli geyim diqqət cəlb edirdi. Amma İran nə etdi? İran hökuməti nə etdi? Onu qadağan etdi. İslama zid, İslam ənənələrinin pozulması kimi demək qərar verdi. Türk adlarının qoyulması İslama ciddi zərbə kimi dəyərləndirirdi və o baxımdan müstəqil bir dövlətin yaradılması, həm də Türk dövlətinin yaradılması 40 milyonluq bir xalqla belə deyək də həm sərhəd bölgədə və eyni zamanda qalib bir obrazının olması, özünün belə deyək də müstəqil siyasətinin yürüdülməsi, İran kontekstində çox doğru qeyd etdiniz, qəbul edilən bir hal deyil. O baxımdan mən biraz önce qeyd etdim. Sərhəd məsələsində, kömrük məsələsində, mal məhsul mübadiləsi məsələlərində bu ola bilsin ki, müəyyən bir razılaşmalar oldu, sənədlər imzalandı və sərvəlaxı məsələdir. Siyasətin dəyişilməsi isə arzu və bu mümkünsüz olan bir məsələdir. O baxımdan Pezeşkiyanın Azərbaycana gəlməsi növbəti rejim uşağının belə deyək də, Azərbaycana səfəridir. Pezeşkiyan rejimin çocuğudur, rejimin yetişdirdiyi şəxsdir. Mən istəyərdim ki, məni çox doğru, düzgün başa düşsünlər. Adam 5 dəfə millət vəkili olub, səhiyyə nazir olub, vitse-spiker olub. Amma nə baş verib? Bunun millət vəkili, nazir, vitse-spiker olduğu dönəmdə orada Azərbaycanlıların hüquqları pozulub, kütləvi şəkildə Azərbaycan türklərinin hüquqları pozulub, pozulmaqda da davam edib. Amma nə edib? Heç nə. Niyə görə heç nə edə bilməyib bu məsələlərdə? Çünki rejim çocuğunun həm hüquqi, həm mənəvi imkanları yoxdur bu məsələlərdə. Aydındır. Eyni zamanda Pezeşkiyan dünən bir açıqlaması oldu ki, Azərbaycan və İranı bir bədənli hissələri adlandırdı. Bunu iki başlı açıqlama kimi də qəbul etmək olarmı? Çünki dünəndən də müzakirələr olunur bizim yerli televiziyalarda da. Bu açıqlamalar müxtəlif kontekstdən yanaşılır. Bir cümlə ilə cavab verib keçək başqa suala. Mən Pezeşkiyanın o fikri ilə nə qədər sevməsəm belə razıyam ki, bir bədənin müxtəlif hissələri. Biz o bədənin başıyıq.
Yerdə qalan İran özü üçün götürsün. Aydındır. Dünən İsrail mətbuatında Netanyahu Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatlar yayıldı. Düzdür, rəsmi hələlik bu informasiyalar təsdiq olunmayıb səfərlə bağlı. Pezeşkiyanın səfər ərəfəsində İsrail mətbuatının belə məlumat tirajlamasına münasibət bildirərdiniz. Əvvəla İsrail bizimlə dost dövlətdir. Biz nə qədər də belə deyək də İran bizim qonşu dövlətdir və sair və axır deyilməsinə rəğmən bilirsiniz ki, İran biraz öncə də qeyd etdim, heç vaxt Azərbaycanın yanında durmayıb, amma İsrail Azərbaycanın mövqeyini nəinki müharibə dönəmində, hətta müharibə ərəfəsində, müharibə dönəmində, müharibədən sonra da bütün platformalarda Azərbaycanın mövqeyini müdafiə edib və Azərbaycanın müasir silahların alınması məsələsində Azərbaycanla çox ciddi şəkildə iqtisadi əməkdaşlıq deməli münasibətlərindədir. Eyni zamanda demək onu da qeyd etmək istəyirəm ki, 2-ci Vətən müharibəsi zamanında bilirsiniz ki, Ermənistan İsraildən silah almaqla bağlı müraciət etmişdi. İsrail açıq şəkildə deməli bu məsələdən bu təklifi rədd etmişdi. Ermənistana, işğalçı Ermənistana silah satmaq məsələlərində prinsipial mövqeyini ortaya qoymuşdu. Bu münasibətlər bugün də davam edir. Bilirsiniz ki, deməli bu yaxınlarda Qüdsdə deməli Pasxa bayramında o bayramın gedişatında erməni keşişlər demək bir riyakarlığa imza atdılar ki, qondarma artıq deməli olmayan və heç vaxt olmayan bir rejimin bir demək belə deyək də əski parçasını qaldırmışdılar, amma İsrail hökuməti gördünüz ki, dərhal bu məsələyə əl qoydu, dərhal bu məsələ ilə bağlı etirazını bildirdi. Yəni İsrail bir dost ölkəsidir. Mən düşünürəm ki, Azərbaycan bütün dövlətlərlə, ölkələrlə münasibətlərini çox normal şəkildə qurmalıdır. O cümlədən də İsraillə. Bilirsiniz ki, deməli İsrail dövləti həm də bir Azərbaycan üçün bir lobbiçilik deməli funksiyasını yerinə yetirir. Əslində mən buna lobbiçilik deməzdim. Dostluğun bir nümunəsi deyərdim bu məsələlərdə. Türkiyə-İsrail münasibətlərini bilirsiniz ki, bir dəfə Azərbaycan bu münasibətləri daha sakit, daha sabit məzraya keçməsi üçün Azərbaycan ciddi bir addım atıb 2 il bundan öncə və o proses bir neçə gün bundan əvvəl yenə də davam etdi. Yenə də bu deməli qarşılıqlı ittihamların saxlanılması, yenə də o mehriban münasibətlərin yaradılması üçün Azərbaycan çox belə deyək də fövqəladə bir addım atdı. Bu addımın növbəti raundunun olması da gözlənilir bu məsələlərdə və mən düşünürəm ki, İsrailin baş nazirinin Azərbaycana gəlməsi məsələsi, İsrailin deməli baş nazirinin Azərbaycanla İsrail dövləti arasında münasibətlərin biraz da inkişaf edəcək xətlə olması bu hər iki dövlətin xeyrinə ola biləcək bir addımdır. Eyni zamanda bu dostluq, qardaşlıq münasibətinə keçəcəyi təqdirdə bu həm də bir əzələ nümayiş olacaqdır. Azərbaycana yönəlik siyasətdə. Təşəkkür edirəm Bakir bəy. Sağ olun. Sağ olun dəyərli fikirləriniz üçün. Dəyərli tamaşaçılar, bizə ayrılan efir vaxtımız sona çatır. Sonda bir daha yayımı bəyənərək paylaşmağı, kanalına abunə deyilsinizsə abunə olmağı xahiş edəcəm. Saat 15:00-da yenidən canlı yayımda olacaq. Bizi izləməyə davam edin. Hələlik salamat qalın.